Salam aleykum dostlar, nəyəsiniz, keyfiniz, əfvanız, əvvəlhamınız, yaxşılarsınız. Deməli olsa, bu gün sizinlə bir post paylaşmışım ki, YouTube bir-iki günlük ara verirəm. Sonra short da paylaşdım haqda. Nişin belə bir qərara gəldim, indi sizlərlə onu danışacağım, o söhbət edəcəm yəni. Deməli olsa, mən bir 2 saat, bunun 2 saat canlıda oldum. Canlıda yerdə mənim əsərim pozdular. Amma olan şeydir, hazır qəbullanmışam. Amma niçin belə biraz pis oldum? Çünki dostum tərəfdən belə, nə bilim, əsərim pozulmaq biraz qəribə gəlir mənə. Onsuz bəzən adi bir şeydir. Çünki bütün dostum olan insanlar mənə satır. Bir nəfər çıxmaqdan, o da Tinkoft FF-dır. Onun kanalına abunə olsunuz, sevinərəm. Həqiqətən çox yaxşı adamdır. Bilmirəm indi, o da böyüsə mənə satacaq, bilmirəm. Yəni inşallah satmaz, çünki ona həqiqətən güvənirəm. Sonra dostlar, deməli, nücün belə bir qərar aldım, çünki 2 saat canlıda oldum, biraz yoruldum, gəldim zandan biraz telefona baxırdım. Sonra başım başladı ağrımağa. Dedim, olan şeydir, keçib gedər. Sonra başım başladı fırlamaq olsa, sonra dedim, elə olan şeydir, keçər. Sonra ürəyim qarışmağa başladı. Yox, bu olan şeydir. Olan şeydir də, yəni problem var. Nəsə, getdim anama, dedim, başım belə fırlanır, ürəyim qarışır. Dedi ki, limonlu su qayrımla düzəldim. İçim yaxşılar. İçim nədən? Başım getdi mən. Hələ başım fırlandı. İç yaxşılar. Nəsə, içdim, biraz yaxşılaşdım dostlar. Həqiqətən yaxşılaşdım. Sonra təzədən biraz pisləşdim. Həqiqətən də çox pisləşdim dostlar. Çox əzizim ağrışmağa başladı. Sonra anam getdi, bir də Messi sıra var idi. Qonşularımıza onu çağırdı. Gəldi ki, yəqin ki, bu uşaq zəhərlənib ya da ümidsiz düşüb. Ya da az qalıb bu gün. Bu gün az qalmamışım dostlar. Prosta günorta yeməmişəm. Həm yorulmuşum dostlar. Yəni səhər dostlar peynirdən yumurta, çörək yedim. Yəni bunu günorta geçən yemədim. Canlıda oldum ona görə. Axşam yeməyi də yiyənmədim, çünki vəziyyətim belədir. Yəni dostlar, biraz nəsə söhbət adamından, ondan sonra dərmanlar yazdım, vitamin dərmanlar falan. Nəsə getdi, atamları aldı. Gəldi, verdi, içdim dərmanları, biraz yaxşılaşmışam dostlar. Yemək istəyirəmsə, üzr istəyirəm ifadəmə görə, yemək istəyirəm, yeməyimi qaytarıram dostlar. Nüşün belə olmuşam, həqiqətən də özümü qorxuram ki, heç vaxt belə olmayıb də. Aradan bir belə xəstələndə başım fırlanıb bilib, gücsüz olmuşam. Burası qaytarmaq olmuş məndə. Həqiqətən biraz qorxuram, anamatan da qorxur ki, niyə bu uşaq yemək yiyənmir. Yeməyə bilərdim. Amma yiyib təzən qaytarmağım biraz pis oldu dostlar. Nə bilim, düşün. Sonra anam mərkən qatıq vardı, ondan ayran uzatdı. Biraz yaxşılaşdım. Verdi, içdim. Dadlı idi. Sonra indi dostlar beləyəm. Vəziyyətim biraz yaxşıdır. Sonra dostlar dostum var. Yəni biraz yazışdıq. Sağ olsun mənim tərəfdə durdu. Bir də ki, Tinkoft FF, o da sağ olsun ki, Allah şəfasını yazdı. Sonra bir də dostum var, o məni satdı. Biraz o tərəfdə pis oldum, amma nağarım tay. Öz seçimidir. Yəni dostlar, belə. İndi gələk ki, nişin YouTube bağlamaq qərarına gəldim. Çünki dostlar, mən YouTube'da həqiqətən yoruluram. Çünki video hazırla, video yüklə, canlı at, canlıyıb bağla, canlıda pis sözlər deyən
adamları söz çatdır, nə bilim ola, nə bilim belə də ona görə yoruluram həqiqətən dostlar. Başım dönür dostlar. Vəziyyətim pisləşir deyəsən. Başım dönür. Hə. Niyə YouTube buraxıram? Yəni həqiqətən çox yoruluram YouTube'da. TikTok'da işlədirəm. Həqiqətən TikTok'da o qədər yorulmuram. Video paylaşıram, videolara baxıram, biraz keyfim açılır. Amma YouTube'da həmişə keyfimi pozurlar. Belə də, ona görə YouTube'dan tam ayrılmıram. Bir həftəlik ayrılıb öz başımı dinləmək istəyirəm. Başımı sakitləşdirmək istəyirəm. İnşallah darıxmaq üçün bir həftədən sonra təzən gələcəm. Hə. Yəni baba geri dönəcək. Bir həftədən sonra dostlar videolar bu şəkildə gələcək, amma kaliteli videolar gələcək. Çox qəşəng videolar gələcək həqiqətən də. Montajlı videolar falan gələcək. Həftədə 2 dəfə dostlar böyük video, yəni böyük videolardan həftədə 3 dəfə dostlar short videosu çəkəcəm. Yəni belə, hər gün video atmayacağam. Dostlar həftədə bir dəfə də, yəni 6-cı gündə canlımız olacaq. Saat 1 saat açacağam. 1 saat 5 dəqiqə, 55 dəqiqə, 50 dəqiqə belə belə atacağam. 2 saat eləməyəcəm. Bugün həqiqətən çox yoruldum. Həm pis sözlər buradan məni yordu, həm satqınlıq biraz məni yordu, həm də yorğunluq məni yordu biraz buradan. Həm dostlar, bir də şey var ki, dərslərə görə yoruluram. Dərslər dostlar bilirsiniz ki, 7-ci sinifəm. Fizika buradan dostlar, fizika hazırlaşıram. Çünki müəllimə söz vermişəm ki, dərsimi yaxşı oxuyacağam. Kimya buradan, sonra coğrafiya buradan, biologiya buradan. Yorulurlar mənə həqiqətən də. Tarix onsuz hazırlaşmalıyam. Sinfi rəhbərimdir. Hazırlaşmasam vay halıma. Tarixdən, ümumi tarixə hazırlaşıram. Riyaziyyatdan inşallah bir həftədən sonra gedəcəm hazırlığa. Ondan sonra lap pis olacaq. Saat 6-dan 6-ya gedəcəm, 8-ə qayıdacam evə. Ana dil oxumağa çalışacağam. Yəni belə ana dil, Azərbaycan dili yəni. Yəni dərslərə biraz ciddi yanaşacağam. Ona görə də YouTube biraz ara vermək məcburiyyətindəyəm. Arada verməsəm, yəni az videolar gələcək, amma keyfiyyətli videolar gələcək. Nəysə dostlar, yəni nədəni bu idi, yəni səbəb bu idi. İnşallah video bəyənərsiniz. Sağ olun, salamat qalın dostlar, izlədiyinizə görə təşəkkür edirəm. Birazdan izləmişiksə, bir dənə Allah şəfa versin, yazınızı alaram. Nəysə dostlar, yəni sağ olun, salamat qalın. Özünüz bu gələn bölümə göstərək. Video bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın. Video YouTube'a buraxdığıma görə elə bilərsiniz kanala baxmıram. Özünüzdən çıxmayın ha. Yəni nə ki YouTube abunəlikdən çıxmayın. Yəni yarı gələcəm naxarda olmayın. Sağ olun, salamat qalın. Dostlar, bir də Toyxinin kanalıma da abunə olarsınız. Orada 2 həftədən bir video gələcək. Yəni belə. Sağ olun, salamat qalın.